Əli Ədalətli təqdim edir. Əvvəla xoş gördük sizi. Allah can sağlığı versin, Allah var eləsin. Və ilk öncə sizə təşəkkür edirəm. Gözəl bir tədbir təşkil etmisiniz. Və istərdim ki, tədbir haqqında özünüz məlumat versəniz daha yaxşı olar. Deməli, biz bir neçə illər bundan qabaq düşündük ki, dostları, hər bir kənddən bir neçə nəfər tanıdığımız, bildiyimiz şəxsləri, Bakı ziyalılarını, şairlər, rəssamlar, heykəltaraşlar və alimlər, ruhanilər bir yerə yığışıb bir Bakı gecəsi eləyək. Bunu da biz musiqili düşündük, muğamlı düşündük və çay süfrəsi arxasında gözəl bir meclis eləmək istədik. Bu, yəni ideya, bugünkü günün mənası budur. Hər il sentyabr ayına yəni təsadüf edir də? Yox, əsasən iyun aylarında eləyirik, hava xoş olan vaxtda. Bu il üzrümüz olduğu üçün sentyabr ayına düşdü. Ona görə məhz bu günə düşüb. Yəni xüsusi günü yoxdur. Allah bizləri mehriban eləsin, Allah sizləri var eləsin. Xoş oldu, həqiqətən xoş oldu. Biz burada yəni bir çox ziyalıları gördük, sevindirici bir haldır. Çox sağ olun. Allah qorusun sizləri. Təşəkkür edirəm. Bir dənə də izah vermək istəyirəm ki, bura daş karxanasının ərazisidir. Bura çox zibillik, daşların tullantıları, tozlu bir məkan idi. Qurban olum Allah'a, Allah Teala imkan verib bu təbiəti sevgidən, Allah'ı sevgidən, həm öz Bakımızda bir zibillik qoymayıb, park qoyub, ağaclıq qoyub, gələcək nəsil üçün, o cümlədən biz burada park elədik. Məclislərimizi də salırıq bu parka. Var olasınız. Təşəkkürlər. Razı olsun. Xoş oldunuz. Sağ ol, var olasınız. Çox sağ ol. Oradan 2-3 tane yüksek atınca daha 5-6 ayda araba. Senden yok. Allah tamamına Ardan yiyeceksin buradan. Ağzını üstünden çekeceksin. Yok. Ben şöyle bir düzen. Yok. Şuradan bir Gel bu. Nesinden aldın de? Ne var burada? Əvvəla hərəm sizi xoş gördük. Xoş gördük. Allah ömür versin. Allah can sağ olsun sizə. Və bugünkü bu Bakı gecələri və ümumən Bakılıların cəm olduğu bir gündür. Çox sevindik və burada mən ziyalıları da gördüm, şad oldum. İstərəm sizdən də, yəni ən azından istərik siz də eşidək, xoş oldu bizə. Bizim Hacı Məhəmməd qardaşımız demək olar hər ilim ola bilər ki, indi günləri fərqli olsun, eyni günə düşməsin. Amma mütləq bu yaz aylarında belə bir məclis keçirilir burada. Yəni, Bakı ətrafı kəndlərdə yaşayan ziyalıları, ağsaqqalları, elm adamlarını, sənət adamlarını bacardıqca bir araya götürmək. Tanış olmayanlarını bir-birindən tanış eləmək. Sonra bu illərlə bizim Bakının bir tarixi var, baş vermiş hadisələrdən danışmaq. Müəyyən insanlarımız olub, tarixi şəxsiyyətlərimiz olub. Onlarla bugünkü insanları tanış eləmək, onlar haqqında hekayətləri danışmaq. Yəni, bu bir tanışlıq, dostluq məclisidir. Ki, Bakı əhli, xüsus başda ağsaqqallar olmağına, böyüklər olmağına, elm adamları olmağına, onlar gördüklərindən, bildiklərindən, Bakının tarixi ilə bağlı, günəliyi ilə bağlı söhbətlər eləsinlər. Bir aleyküm salam.
bir-biri ilə həmsöhbət olsunlar və cavanlar da burada iştirak edirlər ki, bu hadisələr həm eşitsinlər, şahid olsunlar. Həm də sabah əgər bunlar yazılırsa videoya, ya yaddaşlara yazılırsa, günlərin bir gündə ailələrində, evlərində, ocaqlarında bunu danışsınlar ki, bizim tariximiz itməsin. Düzdür, bugün bunu yazılı da eləmək olar, müxtəlif videolar çəkməklə də tarixi saxlamaq olar, amma insan yaddaşı ən gözəl ötürücüdür. Çünki biz o videoları bizim övladlarımızın ola bilsin əli çatmasın, ola bilər ki, heç axtarmasınlar, amma ailədə bir atanın övladı üçün öz kimliyi haqqında, öz torpağı haqqında, öz yaşadığı ərazi haqqında və onun keçmişi haqqında danışarsa, bu elə həmin tarixini yaşatmaq deməkdir. Ki, düşünürəm ki, bu gözəl yerdə, bu gözəl təbiətin də qoynunda Hacı Məhəmmədin niyyəti bu olub. Biz də bu niyyətlə yapışmışıq. Allah razı olsun. Əvvəla xoş gəldiniz. Salamlayıram sizi. Var olasınız. Ümumən sizin sənətinizi, dəstəklərinizi izləyirik. Xoşdur bizə. Və bugün də burada sizi gördük, sevindirici bir haldır. Ümumən burada ziyalıları gördük, çox sevindik bir gənc olaraq və sizə eşitmək istərdik. Ümumiyyətlə bizim bilirsiniz Abşeronun özünün həmişə müəyyən bir ədəbi məclislər, ədəbi musiqili məclislər ənənəsi olub əsrlər boyu. Mən deyim, hətta bu 18-19-cu əsrlərdən davam edib və bunu həmişə müəyyən insanlar təşkil ediblər ki, özləri də sənət xiridarı olublar, sənət həvəskarı olublar və həmişə belə şərait yaradıblar ki, şairlər, yazıçılar, ziyalılar, rəssamlar, musiqiçilər, ifaçılar toplaşıblar və mənəviyyat axşamları olub. Bilirsiniz, maddi qida əldə edirik o başqa, amma mənəvi qida, sənə deyim ki, heç də həmişə yüksək zövqü olan adamlar hər yerdən qida tapa bilmir. O bilirsən nəyə bənzəyir? Elə bir ki, insan var, hər şey yiyə bilir. İnsan var ki, hər şeyi yiyə bilmir. Xüsusi zövqü olan, bir ali zövqü olan insanlar üçün çətin olur bəzən o çoxluq çeşidinin içində ruhuna yatan şeylər tapmaq. Bax, bu cür tədbirlər əslində həmin yüksək zövqü olan insanların mənəvi qidana təmin etmək, yüksək zövqü olan insanların tələblərinə uyğun nəsə məhsul ortaya qoymaq məqsədi olur. Biz həmişə uşaqlıqdan görmüşük. Muğam gecələri olub Bakı kəndlərində, bağlarda, meyxana axşamları, qəzəl gecələri olub. Bunlar hamısı həmin o insanların mənəviyyatını, zövqü olan insanların mənəviyyatını qidalandırmaq üçündür. Hacı Məhəmmədin də Allah canını sağ eləsin. Artıq uzun illərdir bu fəaliyyətlə məşğul olur. Çox incə, zərif ruhu var. O zövq dediyim məsələ ki var. Allah rəhmət eləsin Hacı Ələmdar Mahirə bizim ustadımıza. Onun bir gözəl sözü var idi ki, o zövq dediyin şey ağızın dadı kimidir. O ya var, ya yoxdur. Onu əldə eləmək olmur. Hacı Məhəmməd də məhz o mənəvi cəhətdən zövqü olan insandır. Onun bütün gördüyü işlərdə bu özünü göstərir. Və həm də bu dünən də bizim Arif Bizoğlu'nun ad günü olur. Mən onu da təbrik edirəm. Arif də bizim həm Hacı Məhəmmədin dostudur, həm bütün Azərbaycanın əruz qəzəl həvəskarlarının dostudur, sevimlisidir ki, ömrünü tamamilə bu işə həsr eləmiş bir insandır. Bəzən belə danışanda mən nümunə gətirirəm ki, bax, bizlər də olmuşuq, başqa dostlarımız da olub. Amma biz həm də qəzəl yazmışıq. Yəni, başqa işlərlə bərabər həm də qəzəl yazmışıq. Amma Hacı Arif ancaq qəzəl yazır. Yəni, o bütün həyatını yalnız bir xəttə, klasik ədəbiyyatımızın təbliğatına, onun müasir dövrdə yenilənməyinə, gənclərin bu işə cəlb olunmağına həsr eləyib və o baxımdan mən onu da təbrik edirəm və düşünürəm ki, burada nə qədər insan varsa, hər biri bu axşam çox böyük, həqiqətən başqa yerdən ala bilməyəcəyi böyük bir mənəvi zövq alacaq. Görüşək. Çox sağ ol. Bəli, dostlar, davam edirik Bakı gecələrindən. Həqiqətən də bizə də xoş oldu. Burada Firuz müəllimi gördük. Firuz müəllim tarixi bir şəxsiyyətlərdən biridir. Yəni, muğamımıza böyük töhfə verən insanlardan biridir. Allah korusun onu. Salamlayıram sizi. Salamünaleyküm. Hər vaxtınız xeyir olsun. Xoş gördük. Sağ olun, xoş geldin. Allah sizə can sağlığı versin. Əlbəttə bir çox gözəl gündür. Mən bu ikinci tədbir ki, burada oluram. Və həqiqətən təqdirə layiq bir tədbirdir. Bəli. Biz böyük sənətkarlarımızı, incəsənət xadimlərimizi
yazarlarımızı, hayırlı şairlerimizle görüşürüz. Herkese öz fikrini birbirine deyirlər. Deməli çox böyük bu tədbirdir ki, mən bu Hacı bu işi görürüm. Allah Mən ilk növbədə Hacıya təşəkkür bildirirəm ki, məni də bu ziyalıların arasına qoşub, sağ olsun. Mən hələ bilirəm ki, bu insanlarda bir-birine yaxınlıq, məhəbbət, sevgi, xalq öz millət kimi bir-birine qovuşanda daha da gözəl olur. Deməli, həm dövlətimiz tərəfdən, həm xalq tərəfdən bu əlaqədən ki, bu tədbir sevirək. Var olasın. Allah her zaman mehriban etsin. Allah sizden sağ olun. Tamam, sizi hoş gördük. Allah size ömür versin. Allah size can sağlığı versin. Bugün burada hakikaten de Azerbaycanımızın ziyalılarını gördük. Onlardan da bilirsiniz siz. Necə deyək, başımızın tacısınız. Allah korusun sizi. Yani sizin sənətinizdən danışmaq, yani diyorlar ki, kitab yazmaq olar. Amma istərəm sizin özünüzə eşidək. Bu bir tarixdir, bir yadigar qalacaq. Əvvəla bu xoş sözlərə görə minnətdaram. İndi bilmirəm nə qədər layiqəm bu sözlərə, amma çox sağ ol. Qeyd edeyim ki, mən bu məkanda artıq ikinci dəfədir iştirak edirəm. Böyük məmnuniyyətlə bu dəvəti qəbul edirəm. Və burada ola bilər ki, belə həmişə görüşmədiyim adamlarla, amma köhnə dostlarımızla görüşmək doğrudan da xoşdur. Bu məkan belə yerdir ki, siz qeyd elədiyiniz kimi, incəsənət adamları, mömin insanlar, hacılar, yəni dediyim odur ki, saf insanlar yığışır bura. Çünki bu məkanda ayrı cürə ola da bilməz. Bax, mən indi baxıram orada görürsünüz, qayalar var. Bu bizim tariximizdir, bu bizim keçmişimizdir. Mən bir heykəltaraş kimi bu qayalarda nəsə görürəm. Yəni, hiss eləyirəm ki, bu nə qədər mənə doğma olan yerdir. Və fürsətdən istifadə eləyərək buradakı bu məclisi təşkil eləyən insanlara, Bakı gecələri çox lirik ad da tapıblar buna. Çox böyük məmnuniyyətlə iştirak eləyirəm. Sağ olsunlar ki, heç olmasa ildə, il yarımdan bir bizi bura yığa bilirlər. Allah sağ olsun. Allah size ömür versin. Sağ ol. Bəli, əziz dostlar, davam edirik və həqiqətən də bugünkü Bakı gecələri böyük bir məclisin iştiraklarını gördüm burada və həqiqətən də Azərbaycanımızın ziyalılarını görmək çox sevindirici bir haldır və təbii ki, mən sizi salamlayıram. Xoş gördük sizi. Allah sizə can sağlığı versin, Allah sizi qorusun. Sizlə qürur duyuruq, fəxr edirik və istərdik ki, elə bugünkü tədbir haqqında sizə eşidək. Çox sağ olun söz verdiyinizə görə. Ümumiyyətlə bu son bir neçə il ərzində, 2-3 il ərzində belə tədbirlərin keçirilməsi, belə demək caizsə dəb halını alıb. Sözün yaxşı mənasını dəb halını alıb. İnsanlar, Respublikanın tanınmış insanları, hətta sıradan bir insanları doğrudan da onlar öz mövqeylərinə görə yüksəkdə duran, mənəvi dünyalarına yüksəkdə duran insanların bir yerə toplam halında cəmləşməsi və burada oturub keçmişimizdən, tariximizdən, dünənimizdən, bugünümüzdən, ibrətamiz adətlərimizdən, ənənələrimizdən söhbət açmaları, o gənclərə o istiqamətdə yaşıl işıq yandırıb düz yola cəlb eləmələri sözün yaxşı mənasında çox faydalıdır. Bugünkü gündə Azərbaycan gəncliyi Respublikada çox böyük işlər görürlər. Təkcə Respublika səviyyəsində yox, hətta xarici ölkələrdə də Azərbaycan gənclərinin, elə bu yaxınlarda bizim idmançılar Olimpiyada nə qədər böyük qələbələr qazandılar. Bu bizi qürurlandırır, fərəhləndirir. Və bu gün də sıradan bu ənənələrin, yəni o bir neçə illik ənənələrin Şüvalan qəsəbəsində Hacı Məmməd tərəfindən belə bir böyük məclisin açılması, böyük bir təmtaraqla, dəbdəbə ilə xalqımızın milli adət ənənələrinə əməl etmək istiqamətində çox ruhnəvaz bir işdir.
çox faydalı bir işdir. Dövlətdən ötürü də, xalqımızdan ötürü də, millətimizdən ötürü də, regional baxımdan da. Bilirsiniz, o Bakı kəndlərinin, mən Bakı üzrə tədqiqatçıyam. Artıq 50 ildir bu Abşeronun kəndləri üzrə tədqiqat işləri aparıram. Bakının, Azərbaycanın hər yerində olduğu kimi Bakının hər bir kəndi böyük bir kitab, qalın bir kitab qədər faydalı burada materiallar vardır. Ona görə də belə tədbirlərin keçirilməsi Bakı kəndlərində, mən bir neçə ay bundan qabaq başqa kəndlərdə də belə tədbirlər keçirildi. Bakı ilə əlaqədar, Abşeronla əlaqədar, Azərbaycanın bütün bölgələrindən orada iştirak edirdi. Elə insansın, ləzzət edir, insan elə rahat olur. Xüsusən orada məktəblilərin, uşaqların, gənclərin iştirakı adama böyük fərəh verir. Vətənpərvərlik, torpağa bağlılıq hisslərinin möhkəmlənməsində bundan yaxşı bəlkə də yol tapmaq olmaz. Çünki insanların bir yerə toplanması, inanınız mən burada indi az çox uzun illərdir də ortada olan insanlardan biriyəm. Burada mən yeni insanlarla, yeni düşüncə sahibləri ilə, alimlərlə, incəsənət xadimləri ilə görüşdüm, onlarla əlaqə saxladım. Bu əlaqələr yəqin ki, misal üçün mən bir alim olaraq o bizim yazılarımızda, çıxışlarımızda öz əksini tapacaq. Yəqin ki, mən güman edirəm bu faydalı bir şey olur. Mən bu tədbirin təşkilində göstərdikləri o zəhmətə görə, gördükləri işə görə mən Hacıya minnətdarlığımı bildirirəm. Burada yəni Hacı burada bu işin böyük təşkilatçısıdır. Lakin burada çoxlu belə demək mümkünsə, onun köməkçiləri vardır. Onun köməkçilərinin zəhməti də elə Hacı Məmmədin zəhməti qədər dəyərli və yuxarıdır. Mən bir daha üzümü tuturam bütün bölgələrdən olan insanlarımıza ki, belə tədbirlərin keçirilməsi bu millilikdir. Bu millətin qorunması deməkdir. Ona görə də bütün kəndlərdə, bütün bölgələrimizdə belə faydalı tədbirlərdən, insanlarımızı düşündürən, insanlarımızı sevindirən, fərəhləndirən belə tədbirlərin keçirilməsini arzu eləyirəm. Tək ki, belə tədbirlər keçirilsin, insanlarımız bir yerdə olsun. Necə ki, Qarabağ müharibəsində biz bir yumruq kimi birləşdik, düşmənə qalib gəldik. Bizim indi mənəvi qalibiyyətimiz də, xəlqi qalibiyyətimiz də belə tədbirlərlə nəşət tapacaqdır. Bir daha hər kəsə uğur, müvəffəqiyyətlər və belə tədbirlərin keçirilməsi yolunda yeni nailiyyətlər arzulayıram. Və Bəlkə mən bir məsələni qeyd edim, tədbirlərə toxundunuz. Bu yaxında ilk öncə sizə təşəkkür edirəm ki, bizim təklifimizi qəbul ediniz. Abşeron Fatma kəndində Bakı Kəndləri Festivalına gəldiniz. İştirak eləmişdim, bəli. Allah sizi var eləsin. O festivalda da böyük həqiqətən də siz bizə ruh verdiniz. Yəni təklifimizi qəbul edib gəldiniz ora. Həqiqətən elə tədbirlərin keçirilməsi bir təqdirə layiq bir haldır. Çox gözəldir, çox gözəldir. Allah sizə qorusun, Allah sizə can sağlığı versin. Sizə qürur duyuyorum. Sağ olun, çox sağ olun. Bizim çox görkəmli tarixçimiz iştirak edir. Etnograf, folklorşünas, bütün atlar nə böyük rütbələr verə bilər yona, çünki kitablarında ona sübut edir. Məğz də budur. Elə yaşadığın yeri tanıda biləsən. Amma ondan da qabaq elə tanıya biləsən də. Özün tanıyasan ki, sonra tanıdasan. Mən söz verəcəyəm bizim əzizlərimizə, dostlarımıza. Kimi dövləyi istəyir, bizə işarə verə bilər. Çox rahatlıqla gəlib mikrofonu da buradan götürə bilər, bir ürək sözü varsa. Amma istərdim sözümüz ruhaniyyətlə başlasın. Hacı Sultan Əlizadə iştirak edir burada. Bizə toxunduğumuz din xadimi, hörmətli ədibimiz. Yəni o qədər rütbəsi var ki, mən hansını sağlayayım bilmirəm, amma onu bilirəm ki, kitablarının sayı 50'ni keçib. Yəqin ki, siz də onu tanıyırsınız. O da bizə gördüyü, bildiyi, eşitdiyi, anladığı Bakını anlatsın. Buyurun. Bismillahirrahmanirrahim. Bihi nəsəli, Allah azad oğluna təriflərini üçün ölçünü dair bilmirəm. Xüsusiyyətlərə, ancaq onu bilirəm ki, özü bir ehtiram, hörmət, əlamətidir. Hələ büyük günün münasibəti ilə Bakının adına çıxında əzali ince nüktələrə toxundu. Təbii ki, onların hamısını burada müsəyə verilmək, yəni ki, qeyri-mümkündür.
mən elə bu birinci deyirəm ki, tanış simalar çoxdur burada. Demək olar ki, əzizlər və hamısı bu tanış simaları görürsən, sənətkarlarımızı, alimlərimizi, ziyalılarımızı, əhl-i iman insanları, adamın əhval ruhiyyəsi yaxşılaşır.